Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Şahin Kərimov Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib. Əvvəlcə onun nəşi yaşadığı mənzilə gətirilib, burada şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin doğmaları ilə yanaşı millət vəkili Aydın Mirzəzadə, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, şəhər sakinləri iştirak edib. Şəhidin ruhuna dualar oxunub. Şahin 1993-cü ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Biz bu müddət ərzində 33 il üstündən keçib. Bu müddət ərzində biz onu çox gözləyirdik. Lakin Kəlbəcər rayonu işğaldan azad olunandan sonra onun nəşi tapılmışdır. Vida mərasimindən sonra itkin şəhid Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Şəhidin tabutu üzərinə salınan bayraq anasına təqdim edilib. Qeyd edək ki, Şahin Kərimov 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Birinci Qarabağ müharibəsində iştirak edib və Kəlbəcər rayonu istiqamətində itkin düşüb. Elvin Qudrətov, Rahim İbrahimoğlu, Bu gün informasiya proqramı üçün.